Tam sakit. İndi keçirik təzə dərsimiz. Təzə dərsimiz nədir? Artıq qalmaya uyğun məsələlər. Yəni kimyanın çox məsələləri, ən məntiqli məsələlər, ən dərin düşüncəli məsələlər buradan başlayır. Yəni digərlər biraz asandır, amma bunları əsas bilmək lazımdır. Hər tip deyəcəm. Hər tip deyib göstərib sonra siz eləyəsiniz. Görün kim bacarır. Deməli, bu bizə nədir? Hidrogen və oksigenin reaksiyasından təbii ki, bilirik ki, məsələdə reaksiyadan söhbət gedirsə, hökmən yazırıq, hökmən əmsallaşdırırıq 2, burada da 2 oksigen, 4, burada da 4 oksigen. Bu bildiyimiz qaydadır. Məsələdə verilən rəqəmlər deyilən maddələrin üzərindən yazılır. Məsələn, deyilsə ki, məsəl üçün, 8 qram hidrogen reaksiyaya girərsə oksigenlər, neçə mol bağlanır? Bunu keçmişik. Qramın altına nə yazacaq bunu? 4 qram, molun altına nə yazacaq? 2 mol. Bunu eləyəcək, o heç bunu bilirik. İndi mənə nədir? Deyir, 8 qram hidrogen və, məsələn deyirəm ki, 4 mol oksigen reaksiyaya girəndə neçə mol bu maddə əmələ gəlir? Hesablama nüsü kiçiyə görə aparılır. Nü maddə miqdarıdır. Bax, necə ki, kütlənin işarəsi endi, maddə miqdarı işarəsi nüdür. Əgər reaksiya daxil olan maddələrin hər ikisini, ya kütləsini, ya molumu, ya həcmimi, ya molekul sayı verilibsə, hər ikisi hesablama nüsü kiçiyə görə aparılır. Nüsü kiçikdə necə tapılır? Nünü tapmaq üçün məsələdə verilən qramı reaksiyadakı qrama bölərik. Nü hidrogen, nünü tapaq. 8 qramı reaksiyadakı qrama bölərik. Bunun hidrogenin nüsü edir 2. Oksigenin nüsünü tapalım. Oksigenin nüsünü tapmaq üçün verilən molu reaksiyadakı mola bölərik. 4'ü 1'ə böləndə eləyir 4. Bir də deyirəm, reaksiyaya girən hər iki maddənin kütləsini deyim, həcmi deyim, molumu verilibsə, məhsulu necə taparam? Zərfə bura bax. Məhsulu necə taparam? Hesablama nüsü kiçiyə görə aparılır. Nü də nə deməkdir? Maddə miqdarıdır. Nü də necə tapırıq? Verilən qramı reaksiyadakı qrama bölməklə. Verilən molu reaksiyadakı mola bölməklə. Bu rəqəmlər mənə lazım deyil məsələdə. Mən prosta bilməliyəm ki, hansı çoxdur, hansı azdır. Hesablamanın nüsü kiçiyə görə aparacağım, hidrogenə görə. Bu rəqəmlər mənə lazım deyil. Prosta kiçik olduğunu bildim. Hesablama hidrogenə görə aparılır. Buna görə aparılmır. Nüsü kiçik olan maddə tamamilə reaksiyaya girər. Üstünə xətt çəkirəm, tamamilə reaksiyaya girər. Amma nüsü böyük olan maddədən artıq qalar. İndi mən bunu nüsü kiçik olan maddəyə görə hesablamalıyam. Hesablama nüsü kiçik maddəyə görə hesablanır. Qramın altına yazaram bunun qramı 4 qram, elə deyil. Buna baxma. Bunun nüsü böyüdüyü, bunların ki, bu mənə hələ lazım deyil. Tənasıb belə qurduram. Nüsü kiçiyə görə qramın altına qram, molun altına mol yazın. Belə çıxmalıyam da 2 dəfə artırsa, 2 dəfə artanda eləcək 2 mol su əmələ gəlir. Hesablamanın nüsü kiçiyə görə apardım. Deyərsiniz ki, birdən nülər bərabər olsansına görə hesablayarım. Bunda da nü 2 alındı, bunda da nü 2 alındı. Ürəyin hansına görə sil, ona görə hesablayasın. Yəni, fərqi yoxdur. Nülər bir-birinə bərabər olarsa, heç bir maddədən artıq qalmayıb. Həm bu tamamilə girir, həm bu tamamilə girir. Hansına görə istəsəz hesablayasınız. Amma nüsü biri böyüdür, nüsü biri kiçikdirsə, hesablamanın hökmən nüsü kiçiyə görə aparırıq. Amma nüsü böyük maddədən artıq qalır. İndi oksigendən nə qədər artıq qaldığını necə taparam? 4 mol salıblar qaba. Mən deyirəm, nə qədərsə artıq qalır. Sən bilməlisən ki, 4 moldan görəsən neçə molu girdi. Mən bilsəm ki, 4 moldan məsələn deyirəm, 1 molu girib. Deyərəm ki, 4-dən biri girsə 3 mol qalıb artıq, elə deyil. Qaba 4 mol töküblər. Qulaq asında bura fikir verin. Qaba 4 mol maddə töküblər. Mən deyirəm, bu 4 moldan görəsən nə qədər girib, hələ buna baxma. Necə ki, nüsü kiçiyə görə bu məhsulu tapdımı, hesablama hökmən nüsü kiçiyə görə apardım. Bax, onu da tap. 8 qrama görə görəsən neçə mol girər. Bu qramın altından bunun qrama, molun altından bunun molu. X-ə doğru çıxmalıyam da. 2 dəfə artım olduysa, bu da 2 dəfə artım. Deməli, mən tapdım ki, 2 mol oksigen girdi. 4 salmışıq qaba, 2 molu girdi. Nə qədərsə artıq qaldı. 2 mol oksigen artıq qaldı. Mənə deyər, qabda neçə mol maddə olur? Qabda yadda saxlayın, hökmən bir əmələ gələn olur. Əmələ gələn suyu neçə tapın? 2 mol. Qabda 2 mol su olacaq və artıq qalan 2 mol oksigen olacaq. Qabda cəmi 4 mol maddə olacaq. Neçə litr maddə desə 4'ü vuraraq 23,4'ə. Neçə qram maddə olar qabda? 2 mol su bilirsiniz ki, 36 qramdır. 2
mol oksigende 64 qramdır. Bunların qramını cəmləyəcəyik. Bir sözlə, qabda hansı maddələr olur? Qabda əmələ gələn olur. Girən girdi, getdi də. Əmələ gələn, bir də artıq qalan varsa, artıq qalan qabda qalacaq. Yox, növlər bərabərsə artıq qalan söhbəti olmur. Artıq maddə qalmır, bir dənə məhsul alınır. Bunu bir də deyib, silib başqasını verəcəyik. Bax, reaksiyanı yazsın, əmsallaşdırdım. 8 qram 4 mol. Reaksiyaya girən hər iki maddənin kütlə molu həcmi verilibsə, hesablama nüsü kiçiyə görə aparılır. Nün də belə tapılır. Bunun qramı reaksiyadakı qrama bölünür. Bunun molu reaksiyadakı mola bölünür. Litr verirsə litrə bölünür. Nüsü hidrogenin kiçiğidir. Hidrogen tamamilə gelir. Nüsü kiçiğidir ama bundan artıq qalır. Hesablama nüsü kiçiyə görə aparalım. 8 qrama görə bunun molunu tapacağıq. Qramın altına qram, molun altına mol. Tapdım 2 mol. İndi 8 qrama görə, necə ki nüsü kiçiyə görə bunu tapmam. Belə bir 4 yoxdur da. 8 qrama görə neçə mol girər? Bunun altına bunun qramı, molun altına bunun molu. Tapdım oksigenden 2 mol girdi. 4 mol qaba salıblar, 2 molu girib. Nə qədərsə artıq qalıb. Əlbəttə ki, 2 mol artıq qalıb. Qabda neçə mol maddə olacaq? Əmələ gələn və artıq qalır. Qabda cəmi 4 mol maddə olacaq. İndi bir dənə məsələ verirəm, özüm vereyim, görüm kim başa düşdü. Məsələn, verilir ki, azot, səydə hidrogen. Azotun ayırı biləsiniz ki, 14'dür. Ayır 14'dür. NH3. Mənə deyir ki, 33,6 litr azotla Senin için ne kadardı? 28. ayrı 14'dür. Ayrı 33,6 litr belki çayın lazım değil, prosa verir. Bundan, məsələn deyir ki, 8 qram hidrogen reaksiyaya girəndə sualım budur. Qabda neçə mol maddə olacaq? Əgər qabda siz neçə mol maddə olduğunu düzgün tapsaz, deməli, siz artıq qalan maddəni də düzgün tapırsınız, məhsulu da düzgün tapırsınız. Bir dənə qabda neçə mol maddə olduğunu bilməklə bütün hər şeyi düz tapmış olursunuz. Özünüz baxın görək buna. Baxın indi. Birincisi məsələni əmsallaşdırırıq. 2 dənə azot var, 2 dənə azot. 6 dənə hidrogen var, 6 dənə hidrogen. Hesablama düzdür, rəqəmi bəcər vermişim ona görə. Elə eyb yox, qoy sizin dediyinizdən eləyək. Bizə deyir ki, qabda neçə mol maddə alınır? Hesablama nüsü kiçiyə görə hesablanır. Nün necə tapılır? 33,6 litri bunun litrinə bölək. 1 molunun litri 22,4 litrdir. 33,6 22,4'e böləndə nüsü 1,5'dir. Da bir də yazmıram. 8 qramı 6 qrama böləndə 1,5'dən aşağı olacaq. 1,5'dən aşağıdır. Yəni nüsü kiçik budur da. Nüsü kiçiyə görə gəlir hesablama aparın. 8 qram girəndə görəsən bu neçə mol əmələ gələr. Qramın altına bunun qramı 6 qram, molun altına 2 mol. O da eləyəcək, 16'nı 6'ya böləndə, 8'i 3'ə böləndə 2,6 təxminən deyim. Nənəm siz nə götürürüz? 2,6. Məsəl üçün götürüb ki, x bərabər təxminən deyirəm, 2,6 mol sönməklərdir. Məsələdə belə şeylər olmayacaq, dəqiq cavablar veriləcək. Qoyaq bunu belə eləyək də, burada 9 ilə yazaq ki, düz ya da siz eləyənlər 8 qram. Hansı maddədən artıq qalmış olacaq? Bu tamamilə geri baxın, nüsü kiçik buydu. Mən nüsü kiçiyə görə hesablama apardım. Bundan artıq qalır, buna hələ əl vurma. Deyirəm 8 qrama görə görəsən neçə litr girər. Qramın altından bunun qramı, litrin altından 22,4 litr. O da deyəcək ki, haradasa neçə dəfə artıq da təxminən deyirəm ki, bu 2, bu da geçsin 11,2. 11,2 bu 1, bu 5,6. 5,6'nı da 8'e vuranda 5'i 8'e 40. Haradasa neçə eləyir? O da 2 yaparsınız. Gəl belə eləyək, bu hesablamanı da çətin eləmir. Ən gözəli, hesablamanı rahat yolunu eləyək. Məsələn, burada vermişəm ki, 33,6 litrdir. Burada vermişik ki, məsələn deyirəm, 8 yox, 9 qram. Neçə mol bu əmələ gələr? Bunun nüsü necə taparıq? Litrə bölməklə taparıq mı? 33,6'nı 23,4'e böləndə 1,5. 9 qramı 6 qrama böləndə 1,5. Hesaplamanı hansına görə eləyib? Hansına görəsən hesabla. Hansına görə? Məsələn, deyərik ki, buna görəsən hesabla. Qramın altından, əgər 6 qrama görə mol 2 moldursa, bəs 9 qrama görə neçə moldur?
9 vur 2, 18 bölü 6. Qabda 3 mol amonyak alındı. İndi baxın, qabda başqa nə olacaq? Heç nə. Nüvlər bərabər. Bu necə ki təmiz girib, bu da təmiz girib. Bildiniz nə deyirəm? Məsəl üçün deyəndə, bu 44,8 verilsəydi, məsələn, bunun nüvüsü çox olardı. Gəl hesablayayım, görüm ki, bunu yumurlayam ki, bundan artıq qalar. 9 qrama görə görəsən neçə litr girər? Qramın altına bunun qramı, litrin altına tapardım ki, 22,4 litr. Cavab 1,5 dəfə artanda düzdür. 33,6 litri girdi. 44,80, 33,6 litri girəndə 11,2 litr, yəni 0,5 mol artıq qaldı. Qabda 3 mol bu var, 0,5 mol da. Ondan qaldı, qabda 3,5 mol maddə oldu. Çatdı nə deyirəm? Bundan birində verim. İndi başqa bir məsələ, artıqlama məsələsi. Məsələn verilir ki, alüminium və oksidin reaksiyaya girdikdə biz də avtomatik bilirik ki, alınır alüminium oksid. Hökmən əmsallaşdırmalıyıq. 6 oksigen, 6 oksigen, 4 alüminium, 4 alüminium. Bu bizim bildiyimiz bir şeydir. Məsələdə əmsal yazıram. İndi mənə deyir ki, eyni kütlədə götür. Bax, bu məsələni 2 yolla deyəcəm. Hansı yol sizə rahatdırsa o yolunda öyrənərsiniz. Mən həmişə bu birinci yol uşaqlara deyirəm, amma deyirlər ikinci yol asandır. Deməli, eyni kütlədə götürülən bu və bu reaksiyaya girəndə deyirəm, eyni kütlədə götürülür. Bu da M qramdır, bu da M qramdır. Eyni kütlə istəyirsən A qram yaz, fərqi yoxdur. M ona görə yazdım ki, kütlə ilə işarə edilir deyə. Eyni kütlədə bunlar reaksiyaya girəndə maddələrin birindən qoy bircə dəqiqə 108-dən 96 çıxanda neçəyə verir? 12. Maddələrin birindən 6 qram artıq qalır. 6 qram artıq qalır. Amma bilmirəm anasından. Məsələn, dediyini yazıram. Eləcə bura bax. Eyni kütlədə götürülən maddələr reaksiyaya girəndə maddələrin birindən 6 qram artıq qalır. İndi mənə deyir, M-i tapın. Diqqətli olun. Nüsü böyüdən artıq qalar, kiçikdən böyüdən. İndi deyəsin, mən bu nüsünü tapmalıyım. Görüm, hansı nüsü böyüsə, o da artıq qalar. M-i qramdır da, bunu qramla bölməliyim. Bunun qramı 4 vur 27-dir də, 108. Sizcə M-i 108-ə bölsək, yoxsa M-i 96-ya bölsək, hansını da böyük cavab olsa? 96-ya. Nə qədər kiçiyə bölərəmsə, daha böyük cavab alıram. Elə deyil. M-i biri var 108-ə, biri var 96-ya. Kiçiyə böləndə böyük cavab alıram. Nüsü böyük oksigensə, deməli oksigenden artıq qalır. İndi mənə baxın. Deyirəm, bunda var. Bunun M-nin hamısı da girib. Belə eləyəm ki, bu hamısı girdi. Amma bu M-dən hamısı girməyib. Altısı kənarda qalırsa, bəs nə qədəsi girib? M çıxaldı. M götürmüşük, qaba salmışıq. Altısı kənarda qalırsa, burada əlbə bax. Deməli, bundan M-6 qram girib. Bunun hamısı girib, amma bunun hamısı girməyib, altısı kənardadır. Bilirsiniz bu hissəni? İndi nə edirəm? Bu tənasibin çıxı daha, bu çıx deyil, tənasib. Bunun altına reaksiyada girən qram 4 vur 27, yəni 108. Bunun altına bunun qramı 96. Nəyə ixtisar gedər? 3-ə gedər 32, 3-ə gedər 36. O da nəyə gedər? 2-yə getsə, 4-ə getsə 8, 4-ə getsə 9. Belə qaldı. Kənar hədlər hasildir. Əlbə baxın. 8M bərabərdir. Orta hədlər hasilinə. 9M çıx, 9 vur 6, 54. Bu da bu ilə keçəndə M bərabərdə 54 tapdığımı. Bax, bu hissəni bir dədim, sonra suallarımı verəcəm. Eyni kütlədə götürülür. M. Maddələrin birindən 6 qram artıq qalır. Deyirəm, hansından artıq qalır? Nüsü böyüdən. Nüünü necə tapıram? Biri var M-i 108-ə bölüm, biri var M-i 96-ya bölüm. Əlbəttə ki, bu böyük cavab alınar. Var hamısı bərəkdə, baxma. Yazma. Deməli, ondan 6 qram qalır. M idi, 6-sı qalır. Nə qədər girdi? M çıxaldı. Amma bunun nüsü kiçikdir, hamısı girir. Bu qramın altına, bunun qramı, bu qramın altına, bu qram, burası da riyaziyyatda öz işinizdə tapmaq. 54. İndi suallar verirəm. Buna uyğun suallar. Götürülən maddələrin və götürülən qarışığın kütləsi nə qədər olur? Götürülən qarışıq. Girən qarışıq başqa şeydir. Götürülən qarışıq başqa şeydir. Götürülən. Başlanğıcda eyni kütlədə götürülübmü? M götürülüb də. M neçə tapdım? 54. Bu da 54 götürülüb başlanğıcda. Bu da 54 götürülüb. Deməli, başlanğıcda götürülən qarışığın kütləsi M olub da 54 və 54. Bir yerdə 108 qram olub. Biliz edirəm və ya götürülən alüminium, başlanğıcda götürülən alüminiumun kütləsi nə qədər? M qram.
neçə tapdım? 54. Girən alüminiumun kütləsi nə qədərdir? Elə 54-ün 54-ü də girir də. Bildiniz nə deyirəm? İndi götürülən oksigenin kütləsi, bu da inqram götürülüb də 54. Bəs girən oksigenin kütləsi düzü 48. İndi bu başlanğıc qarşılığın kütləsini bildik ki 108-dir. Mənə deyir girən qarşılığın kütləsini tap. Girən qarşılığı şeydir, başlanğıc ayrı. 2 yoldan tapa bilərəm. M götürülür. 54, 54, 108 elədi mi? Bura bax. 108-dən 6 kənarda qalır, 102 qram deyir. Ya da belə deyirlər, ondan 54 gelir, bundan 54 çıxaldı, 48 deyir. İkisinin cəhli. Nə cür istirahatı eləyə bilərsiniz. Verilir ki, qabda neçə qram əmələ gəlir? Girən kütlə əmələ gələn kütləyə bərabərdir mi? Girən kütləyə baxaq. Girən kütlə deyirəm 54 bundan girir. 54 çıxaldı bundan girir. Yəni 48 bundan girir. Cavab neçə elədir? 102 qram kütlə girirsə, demək ki, əmələ gələn maddə də 102 qram imiş. Deyər, neçə mol bu maddə əmələ gəlir? 102 qram tapmadı mı alüminium oksidi? Deyirəm, bu niveli 102 qramdır. 1 mol. 1 mol bundan əmələ gəlir. Başqa bir yolunu deyim. Başqa yolunu uşaqlar necə deyirlər? O deyir ki, eyni məsələdir. Mənə deyir ki, bax, eyni kütlə götürülür. Başqa ikinci yol deyirəm. Eyni kütlədə bu və bu götürülür. Və maddələrin birindən 6 qram, maddələrin birindən, hər bir oksigendə 6 qram artıq qalıbsa, onda hesabına görüm neçə qram alüminium gelir. Mən də nə deyərəm? Bu 96 qramdır, bu 108 qramdır. Hər ikisi eyni olub. Sizcə hər ikisinin üstündə 96 mı yazaq? Hər ikisinin üstündə 48 mı yazaq? Hər ikisinin üstündə 108 yazarım. Bilirsiniz niyə? Yaxşı, siz deyəni yazın. Hər ikisi deyir, bizə başlanmışda məsələdə deyir ki, hər ikisi eyni kütlədədir. Yaxşı, buna da 96 yazın, buna da 96. Siz deyəni yazın. Bundan 4 vur 27, 108 qramı girib. Bundan 96 qram girir. Bu fikir düzdür. 96-dan 108-i girdi. Yox. Deyərəm, hər ikisinin, bunun da kütləsi, bunun da kütləsi ən çox hansıdır? Qoyuram üstünə. Hər ikisi olub 108 qram. Diqqətlə baxın. Hər ikisi 108 qram oldu. Mənə deyir, hər ikisi eyni kütlədədir. Burada nə qədər artıq qalan maddə var? Bu təmiz girib. Bundan nə qədər qalıb? 12. Deyərəm, mən bu məsələmdə görürəm ki, 12 qram oksigen artıq qalanda əgər alüminiumdan nə qədər girər? 427, 108 qram alüminium girərsə, axı məsələdə mənə deyir ki, bəs 6 qram oksigen artıq qalır, 6 qram maddədə, yəni artıq qalanda, neçə qram alüminium girər? Emin 54 olduğunu bircə tənasübdən bilmək olar. Məsələn, bir də deyirəm, hər ikisinə ən böyük kütləni yazıram. Ən böyük kütləni. Deyirəm, 54-dən 108-in 108-i girdi, 108-in 96-sı girdi. Mən buradan görürəm ki, gördüyüm qədərilə 12 qram oksigen artıq qalıb. 12 qram qalanda əgər 108 qram girirsə, şərtdə deyir 6 qram qalanda bəs nə qədər girəcək? Hansı yol rahatdır? İkinci. Nə bilim, mən həmişə bir nəvə yatmışam uşaqları. Çünki birdən buna sabaları situasiyada düşəndə birdən bir bal verərlər. Niyə? Deyir, bu 108-i hardan yazsın? 108-i nə bildin? Sən də orada danışıb yaza bilmirsən ha? Ən gözəli eyni kütləsi AA yaz, MM yaz, yəni rəsmi olaraq yazışı olur. İndi bunda bir də məsələ verim, özünü yazın. Məsələn, mənə deyir ki, kalsium və oksigenin reaksiyasından alınıb kalsium oksigen. Hələ bu artıq qalmaya bunu, yəni hələ ikinci tipdəyik. Birinci tipi dedik, ikinci tip. Eyni kütlədə götürülən kalsium və oksigenin reaksiyasından buradan düşünün. Kalsium neçədir? 4 qram maddə artıq qalıb. Kalsium qırıq. Kalsium qırıq. Eyni kütlədə götürülən maddələrin reaksiyasından, maddələrin birindən 4 qram artıq qalıb. Mənə sual deyir ki, neçə qram kalsium oksid əmələ gələr? Suala baxın. Neçə qram kalsium oksid əmələ gələr? 4 qram artıq maddə qalmışdır. Hə, 4 qram artıq maddə qalıb. Neçə qram kalsium oksid əmələ gələr? Görək kimi düz tapar. Kiçiyə görə tapırıq da. Öyle. 24 qram. Böyükdən 4 qram qalır da. Heç nə demir, deyir, eyni kütlədə götürülən bunlar reaksiya girəndə
maddələrin birindən 4 qram artıq qalır. Neçə qram kalsium oksidi əmələ gələr? Necə tapdınız? Tamamdır. 4 bölü 6 alır. Necə də bir də düşünmək. 15 milyon. 80 bölü 6 yok. Deyək. 76 milyon. Bölünmür. Peki Rəqəmi 40 bölü 6 Bax, birincisi əmsallaşdıraq. Bax, birincisi əmsallaşdıraq. Yenə deyim, hər dəfə hər iki olan deyəcəm. Hansı başınıza görə. Maddələrin birindən 4 qram artıq qalır. Növsü böyüdən qalır, kiçikdən. Böyüdən. Bir var M-i 2,40-80-a bölək. Bir var M-i 32-yə bölək. Hansı böyük yanlar? 11 Oksigen. Bir dəqiqə baxın. Oksigenden artıq qalır. Mənası budur. M idi 4'ü qaldı. Nə qədəsi girdi? M çıx 4'ü girdi. Elə deyil. Bunun hamısı girdi də. Bu isə çatdı. İndi tənasib bunun altına nə yazaram? 80. 2,40-80. Bunun altına nə yazaram? 32. 16'ya gedəndə 2. Bu da 5. 2'ni vur bura. 2M bərabərdir. 5M çıx 20. Hə, düz deyirsiniz. 3M bərabər 20. M də bərabərdir. M də bərabər. Tam bölünmür də. Təxminən 7 yazır. Məsələn deyirəm də, təxminən 7 yazıram. Deyirəm ki, indi məndən nə istəyir? Neçə qram var belə gəlir? Girən kütləmələ gələn kütlə bərabər deyil. Girdi bundan 7, birincisindən 7, ikincisindən 7 çıx 4. 3. 3 də bu. Deməli 11 qram giribsə, bu da 11 qram əmələ gələcək. 10. 10 qram girsə, 10 qram da əmələ gələcək. Bayaq kimsə 11 dedi. Yəni bu, burada tam alınmır. Elə bir artı tam onda neçəsə. Ha, 11 ben demiştim. Bildiz nə demək istəyirəm. İndi o birisi yolla verilmək olar. Cavab 10 çıxır mı? 10, hə, 10. Onu eləmədi. Təxmini çıxdı da, yəni özümdən yazmışdım. İndi ola bilər aşağıda. Tam 12 aldım, ikinci üsulu. Bəlkə neysə aşağıda, burada səhv elədik bəlkə. Baxaq, kalsium üstə gəl oksigen, alınır, kalsium oksid. 2 maddələrin birindən 4 qram artıq qaldı. Maddə birindən 4 qram artıq qalırsa, diqqətlə baxaq. Ya siz deyən kimi, eyni kütlə, bu da 80 götürülür, bu da 80 götürülür, belə deyil. Eyni kütlələr. 80-dan 80-a da girdi, 80-dan 32 girdi. Nə qədər qaldı? 48 qram qaldı da. Deyərəm, 48 qram qalanda əgər bundan nə qədər əmələ gəlir? 40-da gəl 16, 56, 112 qram əmələ gəldisə, bəs 4 qram artıq qalanda nə qədər olacaq? Bu 12 dəfə azalır. Bunu da 12'ye bölün. Yenə də 10'la olacaq da, həmin üsuldur. Bura bax, Murad. Həmin bir gün kalsium oksidini əməyini səhv tapmışdım. Həmin üsuldur, bayaqda kimi çıxacaqdı, onun təxmini çıxır. Ola bilər ki, bunlar, uşaqlar, kütlə ilə verilməsin, həcmlə verilməsin, heç bir fərqi yoxdur, bax. Məsələn, belə ki, hidrogen üstə gəl azot. Alınır NH3, diqqətlə baxın. Ola bilər həcmlə verilir. Mənə deyir ki, eyni həcmdə götürülən bu və bu, eyni həcmlə deməkdir, eyni molda götürülür deməkdir mi? Eyni mol götürülürsə, nü, molu nü götürülür, yazılığa görə bu yazılır. Sən AA yaz. Maddələrin birindən, məsələn deyirəm ki, maddələrin birindən 2 mol artıq qalır. 2 mol artıq qalırsa, nünü tapın. Onda nə deyəcək? Görün hansına, nünün biri var, molum ola bilir. Nünü 3'ə böləndə, bir də nünü 1'ə böləndə. Hansı böyük cavab alınır? 2 Buna deməli, azotdan artıq qalır. Azotun nüsündən, nü molundan 2 molu kənarda qaldı. Bunun nüsünün hamısı girdi. Bu molun altından bunun molu yazarıq 3 mol. Bu molun altından bunun molu 1 mol. Burada da nü bərabərdir. 3'ü vurarıq nüyə. 3 nü çıx 6. Elə eləmir. 2 nü bərabər 6, nüyümüz də tapdı 3.
Nü-nü 3'ü tapandan sonra nə var ki, başlanğıcda neçə mol qaz qarışığı götürülüb, nü-nü götürülüb də 3-3 aldı. Çatdı nə dedik? Başqa üsula keçək. Qulaq asın aşağıya. İndi məsələn burada məsələ verir, 114-cü məsələ. Azot üstə gəl hidrogen. Nə verim onu köçürürəm, sonra deyərəm nə alır. NH3 üstə gəl N2. Bunu belə eləyiblər, yazıblar 6 litr. Bunu belə eləyiblər, yazıblar 10 litr. Sonra deyir, ilkin qaz qarışığında azotun həcm payını tapın. Diqqətlə bura baxın. İlkin qaz qarışığı budur mu? Son qaz qarışığı budur da. Deyir ki, ilkin qaz qarışığında, yəni bunun içində azotun həcm payını tapın. Azotun həcm payını tapmaq üçün mən bilməliyəm ki, 10 litrin içində neçə litr azotdur. Məsəl üçün deyirəm, bilsəm ki, 5 litr azotdursa, onun neçə faizi 5 bölüm vur 100. Deməli, 10 litrin içində azotun litrin bilməliyəm ki, həcm payını tapın. Bunun həcmini verim 100 alalım. Bunu da uzun yolla da var, amma qısa yolla deməyəcək ki, daha uzun yolunu da sonra deyərəm, birinci qısanı deyim. Deməli, birincisi, bunun reaksiyasını yazıram. Azot üstə gəl hidrogen. Bildiyim odur ki, onlar amoniyak. Əmsallaşdırıram 2-3. Burada bizə verir ki, bu 10 litrdir. Diqqətlə baxın. Amoniyaka belə gəlir və azotda artıq qalıb. Siz elə bilməyin ha. Üstə gəl verilib. Mən üstə gəl olum, əmsallaşmaya azot da girsin. Kənarda qalır, o əmsallaşmaya aid eləmirik. İkisi birdə 6 litr. Mənə verdiyi budur, mən yazım əmsallaşdırırım. Azot da əmsallaşmanın içinə girmir. Mənə deyir ki, məsəl üçün, sualda nədir? Bunun həcm payını tapın. Gələk bunun həcmini bilim. Məsələn şərtində neçə litr azalma var? 4 litr. Məsələdə görüm 4 litr. Deməli, gəlin azalma ilə verək. Azalma ilə daha rahat. Deyirəm, mən belə deyirəm. 4-dən 2-yə gəlir. Bu məsələdə neçə həcm azalma var? 2. Əgər 2 həcm azalma olanda neçə həcm azot girir? 1 həcm azot girirsə, mən belə görürəm də 4-dən 2-yə gəlir. 2 həcm ilk anlaşlar dərsi. 2 həcm azalma var və 1 həcm azot girir. Bəs məsələdə deyildi kimi 4 həcm azalma olanda nə qədər azot girir? İləcə 2 litr. Siz elə bilməyin ki, uşaq çaşıb neyir? Süyo azotu tapdı 2'yi diyor, 2 onun neçə faizi? 20 faiz. Səhvdir. Deyirəm 2 budur. Bunun həcmi bundan 3 dəfə çoxdur mu? Elə deyil. Bu da 6 litr. Başlanmışda 10 litr götürürlər. 8'i buradadırsa neçə litr artıq qalır? 2 litr artıq qalan baba buymuş. Azot əvvəldən nə qədər olub ki, ikisi girib, hələ bir ikisi kənarda qalırmış? Başlanmışda azot 4 litreymiş ki, 4'ündən ikisi girdi, ikisi qaldı da. Deyir, bu onun içində azot neçə faizdir? Neçə faiz edir? 40 faiz. 4 onun neçə faizdir? Yenə deyirəm, Murad. Bəzən uşaqlar çalışır ki, 2 litr tapdı. Tezdir ki, 2 onun neçə faiz? 20 faiz. Azot tək girənin içində deyil. Girən qədər girib, nə qədərsə də qaldı. Nə qədərsəni necə tapıram? Bu, bundan 3 dəfə çox girib. Bu 2 girəndə bunun həcmi 3 dəfə artıq, 6. Cəmi 8 girib. 10 sağlar qaba 8'i girib. 2 sağın ikisi artıq qaldı da. İkisi qaldı da kənardaymış. Bildiniz mənasını? Bunu başqa bir yolla da eləyim. Və yəni mənə bu rahatdır. İndi elə uşaqlar var ki, riyaziyyatı çox sevdiyindən elədiyi üsullara baxın. Azot üstə gəl hidrogen yazırlar ki, alınır amoniyak. Bir də azot əmsallaşdırırlar 2, bu da 3. İndi deyirlər ki, bu 10 litr götürülən, girən deyil, girən başqa şey. Elə ki, bir var gedib bir meşə un almısan. Bir də var ki, 2 dənə çörək pişirirsən də, o girən 2 kilo. Deyək ki, bir çörək 1 kilo un gelirsə, 2 çörək 2 kilo un gelir. Aldığın un ayrı. Deyirəm, bu çörəyimdə neçə kilo un gelir? 2 kilo un olsun, bir meşə qalmışım, o kənardadır. İndi nəyə deməksin? Bu 10 litr götürüləndir. Deyirəm ki, bundan nə qədər girir? Bundan A girəndə, bax girənləri yazıram. Bundan A girəndə, bu verilib 10 litrdir. Burada da verilib ki, bunlar 6 litrdir. A girəndə bundan nə qədər girir? 3A girir. Bundan nə qədər əmələ gəlir? 2A. Bundan 2 dəfə çox da 2A. Bundan da nə verirsə, X kənarda qalır. Belə deyil də bizə. İndi deyir ki, bunlar başlanmışda 10 olur. Başlanmışda nə deməkdir? Azot A'sı girib, kənarda da X'i qalır. Başlanmışda azotdan nə qədər olur? A plus X. A'sı girib və X'i kənarda qalır. Lap başlanmışda nə qədər? Demirəm ha, A'dan X'i kənarda qalır. Deyər, biri var, deyim ki, A götürmüşəm, X'i kənardan nə qədər girib? Deyərsən, açıq X. Elə demirəm. A'sı girib və X'i kənarda qalır. Başlanmışda nə qədər olur?
Bundan başlanğıcda A üstəgəl x qədər olur. Amma bundan 3A'sı girib, heç kənarda da qalan yoxdur. Elə 3A. Həm götürülən gələn, hamısı budur. Bunlar bir yerdə 10'dur. Belə verir də bizə. Yəni 4A üstəgəl x bərabər 10A. Bunlar da bir yerdə 6'dır. 2A ilə x'in cəmi 6'ya bərabər. Bunlar tərəf-tərəfə gedəndə 2A bərabər 4, A da bərabər 2. Uje ben buradan da A'nın 2 olduğunu tapdımsa, A 2'dirsə, A 2'dirsə, bu 3 vur 2 6'dır. Onundan 8'i girəndə x kənarda. Yenə başlanğıcda 4 olur. Mən biləm bayaq daha rahat edir. Elə deyil. Bu belə. İndi birində verin bundan özünüz eləyin görə bildinizmi? Yenə də həmin bir məsələdir. Mən indi nə deyim, bax? Azot, hidrogen. Bunlar bir yerdə 100 litrdir. Görə kim tez və düzgün tapar. A'nın N2, H2, NH3. Bunlar da bir yerdə 75 litreymiş. Mənə deyir ki, reaksiyadan sonra, o sondan danışır, bayaq əvvəldən danışır. Reaksiyadan sonra alınan qarşıda ammoniakın həcmini tapar. O bunun həcmini tapır, bu neçəymiş. Sualı belə verir. Reaksiyadan sonra alınan qarşılıqda azotun həcmini tapır. Ammoniakın həcmini tapır. Bura baxın ayam. Birincisi reaksiyanı yazdım. Azotla hidrogenin bildiyim reaksiya budur ki, kəskin ilə ammoniak qazı alınır, əmsallaşdırılır. Mənə deyir, bu ikisi bir yerdə 100 litrdir. Ammoniak alınır, azot və hidrogen də kənarda qalır. Elə bilmirik, əmsallaşdırasınız. Əmsallaşdırıb eləmiyor, kənarda qalır. Bunlar da bir yerdə var, bunlar hamısı bir yerdə 75 litreymiş. Mən buradan görürəm ki, həcm azalması gelir. Neçə litr azalma gelir? Bunu yağ azalmayla işləyir və məndən bunu istəyir. Buradan 4'dən 2'ye gəlir. Neçə litr azalma var? Əgər 2 litr azalma olanda neçə litr bu əmələ gəlir? 2 litr ammoniak əmələ gəlir. Bəs 25 litr azalma olanda neçə litr ammoniak əmələ gəlir? 2, 2 səbəbdə 25 litr. Azalma ilə baxırıq. 4'dən 2'ye gəlir. 4 tipində məsələlərdir bu. Belə məsələlər çox da birə düşmür. 4'dən 2'ye gəlir. Əgər 2 litr azalma olanda elə 2 litr də bu əmələ gəlir. Bəs 25 litr azalma olanda nə qədər əmələ gəlir? 25. Çatdır. İndi bir dənə tipimiz var. Bununla deyək, sonra keçək testlərində. Bir dənə tip nədir? Deyir ki, məsələn, nə verir? Deyir ki, kalsium və oksigenin reaksiyasından yazaq tez, hökmən əmsallaşdıraq. Eyni kütlədə götürülən, deyirəm, M. Bayaq bizə nə deyir? Bizə deyir, eyni kütlədə götürülür. Maddələrin birindən filan qədər artıq qalır. İndi elə demir. İndi deyir ki, 56 qram bu əmələ gəlir. Hansı maddədən və neçə qram artıq qalır? Lövhəyə baxın, hansı maddə və neçə qram artıq qalır? Neyin mən? Bu 56 qram alınanda görəsən, bu neçə qram kirə, bir kirə tapında. Qramın altından 40 üstə gəl 16, 56 bölü 112 qram əmələ gələndə əgər 32 qram girərsə, 56 qrama görə neçə qram? Düz 16 qram. Tapdım ki 16 qram oksigen girdi. Çatdı bu. Necə ki buna görə bunun girəni tapdıq. Buna görə bunun da girəni tapalım. Görün bu 56'ya görə bu neçə qram girər. Bu qramın altından bunun qrama. Bunun qramın altından 2 vurdu 80 qram. 2 dəfə azaldı. 2 dəfə azaldı 40 qram edir mi? 40 qram girdi. Bu isə çatdı. Alınana görə bunun da ayağın girəni tapdım. Bunun da girəni tapdım. Bu ayrı bir qaydadır. Hər ikisi eyni kütle olub. Sizcə hər ikisi 16-16 olub, yoxsa 40-40 olub? 40-40. 16 ola bilməz. 16 yazsam 16'dan 40'a gelir. Bu nə cümlədir ki? Hər ikisi eyni kütle götürür. Deyirəm, bu da 40 qram götürülür. Bu da 40 qram götürülür. 40'ının 40'ı da girdi. Amma 40'ının 16'sı girdi. Neçəsi qaldı? 24. 24 qram oksigen artıq qalır. Məsələn, mənə deyir, qabda neçə qram maddə olur? Qabda əmələ gələn və artıq qalan. Əmələ gələn nə qədər? 56 qram bu əmələ gəlib, özüm əldə bu əmələ gəlir. Və 24 qramda maaşı. Bir yerdə qabda falan qədər 56 qram 24 cəmi qədər maddə olur. Amma hansı maddədə nə qədər artıq qalır? Oksigendən 24 qram. İndi bundan birini verim. Bundan biri nədir bizə?
alüminium, üstə gəl oksigen, alınır alüminium oksid. Yenə deyir, eyni kütlədə götürülür. Alüminium, bunun emeri elə 102'dir. Baba, bunun emeri 102'dir. Bir də hesablamayın, bu 27'dir. Alüminium kənarda yazıram ki 27'dir. Bunun emerdəki, bu birləşmənin emerdəki 102'dir. Mənə deyir ki, 102 qram bu əmələ gələrsə, hansı eyni kütlədə götürülüb, hansı maddədən neçə qram artıq qalar? Baxaq, birinci əmsalda hökmən, 4 alüminium, 4 alüminium, 6 oksigen, 6 oksigen yazdıq mı? 54, 102 alınanda nədir deyir ki, görəsin tapın bu neçə qram girər. 102'nin altına ne verir 102'dir, 102 vur 2. Nereye yazarım 2 vur 102. Bu gramın altından 96. 2 defa azaldı. 2 defa azalanda bu 48 gram oksigen girdiğini tapdırma. İndi bax, indi buna göre de bunun gramı neçə gram girer? Bu gramın altına bunun gramı, bu gramın altına 4 bölümüydü. 108 gram. Öyle değil. 2 defa azaldı. 2 defa azalanda bundan 54 gram girdi. Her ikisi Ömer eyni kütlede olub. Her ikisi 48 mi olub, her ikisi 54 mi olub? 54. Bu da 54 olub. Bu da 54 olub. 54'ün 54'ü de girdi. 54'ün 48'i girdi. 6 gram altı kaldı. 56 yok. 54'ün 6 üstünde ben aldım. 6. Yani sen da seplemiştin. Ben oksigen emini seplemiştim. Yöneticiler. Çətin olmadı bunlar. Ben bir yandıram.